Tarın sehri, cazın ritmləri və milli musiqimizin zəngin çalarları səhnədə bir araya gəldilər. Ötən gün Beynəlxalq Muğam Mərkəzində Humay Qədimovanın 25 illik sənət yoluna həsr olunan solo konsert keçirildi. Ay yarımdır bu konsertə hazırlaşırıq və bu illəri bildiyiniz kimi mənim səhnə fəaliyyətimin 25 illiyidir və eyni zamanda da yubileyimdir. Təbii ki, rəqəmi soruşmursunuz və fikirləşdim ki, mən bu səhnə fəaliyyətinin 25 illiyini və bu yubileyi bir çox sənət adamları, bizim dostlarımız, əzizlərimiz gedirlər restoranlarda falan yubiley tədbirləri və konsert tədbirləri keçirdirlər. Amma mən düşündüm ki, əgər məni bu vaxta qədər tarımı, sənətimi məni ucaldan əslində insanların, tamaşaçının sevgisi olub və mütləq mən bunu tamaşaçı sevgisi ilə tar sənəti həddindən artıq ağır bir sənətdir. Güc aparan sənətdir. Həmişə böyük tarzənlər kişilər oldular. Yəni bizim ustadlarımız, böyük tarzənlər. Amma son illərdə Humayun tarla öz sözün deməsi bunu bir daha sübut etdi ki, fərqi yoxdur. Qadın da ifa edə bilər. Mən təəccüb edirdim ona. Cüssəsiz, arıq bir qız uşağı. Onu mən uşaqlığından tanıyıram. Yəni gənc yaşlarından. Tarın öhdəsindən elə gələsən, o vaxtdan ona mən həmişə pərəstiş elədim. Özünə də deyirdim ki, sən oğlanlardan da güclü çalırsan tarı. Yəni bu özü bilir bunu. Sizə təşəkkür edirəm. Bu günlərim gəlmisiniz. Bax, bu gözəl günü, Humayın bu əziz günündə, bu gözəl günündə Humayın hamınız yanınızdasınız. Baxıram, bütün kanallar, MTV kanalıdır, eləmi? Maşallah olsun sizlərə. Allah sizləri var eləsin ki, bu günlərimizi siz tarixə salırsınız. Bunun üçün sizə birincədən təşəkkür edirəm. Və bu gün təbii ki, bizim tar sənətində, xanımlar arasında Ceyran Haşimovadan sonra Humay xanımdır. Mən deyərdim ki, düzdür, Ceyran xanım Lalə Qızlar Ansamblının bədi rəhbəri olub. Amma Humay həm solo ifada, həm qrup ifasında həqiqətən də çox böyük bir inqilab eləyib xanım olaraq çox böyük bir işlər görübdür. Bizim Muğam Mərkəzinin müdiriyyətinə, bu işdə çalışan insanlara təşəkkür edib çox sağ ol demək istəyirəm. Tahirə xanım da bizim çox böyük sənətkarımız, Rubaba Muradovanın bacısı, tək o qalır da, sonuncu bacısı, bacımız. Gələ-gələ elə deyirik ki, biz Humay xanımın tədbirinə gəlmişik. Yəni burada bugün musiqi zövqü olacaq. Çox böyük dərəcədə, yüksək dərəcədə həm klassik musiqimiz, həm muğamlarımız, həm nəğmələrimiz. O qədər çox sevirəm ki, bu sənətkarı. Gənclik, amma sənətinin bir 70-80 yaşı var. Çünki mükəmməldir, çox gözəldir, bizim fəxrimizdir. Müvəffəqiyyətlər arzu edirəm. Bu sahənin nömrə biridir. Bunu şəstlə deyirəm, çəkinmədən deyirəm. Qızlar arasında, qadınlar arasında bu cür gözəl ifa eləyən demirəm ki, yoxdur. Amma mənim üçün elə nömrə birdir Humay xanım. Və bugün mənim Tural balamın da, oğlumun da bu konsertin uğurla keçəcəyinə heç mənim şübhəm yoxdur. Çünki orada mənim də balamın bir 50% rolu var ki, Tural Məmmədli konsertin necə deyim, musiqi tərtibatı Turala aiddir. Bir daha Humay, səni təbrik edirəm, mənim gözəl balam. Təbrik edirəm, uğurların çox ucalardan gəlsin. Bundan da böyük səhnələrdən, dünya səhnələrindən gəlsin. Mən Humayın bu iki gündə bu uğuruna çox sevinirəm. Allah'tan arzulayıram ki, onun uğurları bundan da artı olsun. Onun ailəsi, onun özü bugün necə sevinirsə, Allah onu xoşbəxt etsin, Allah onu mərdimazlardan uzaq etsin. Belə gözəl günləri, uğurları bundan da artıq olsun ki, biz dostlar bax ailəmizlə, gülümüzlə, çiçəyimizlə gələk oturaq, baxaq, sevinək. Bugün əslində çox sevindirici, çox gözəl bir gündür. Əslində bu konsertin kiçik bir variantı. Biz Asya Seynalı adına məktəbdə mən artıq olmuşdum orada bu konserti keçirəndə. Çox həyəcanlıydı Humay. Çox vaxt insanlar düşünür ki, darıxdırıcı olacaq, amma biz bilmədik ki,
o 1 saat yarım necə keçdi. O qədər gözəl, maraqlı keçdi. Özünüz görəcəksiniz konserti.